Yeri gəlmişkən, verilişimizin sonunda elə özümüzü də təbrik eləyək. Bir yaşımız oldu. IQ Sportsun bir yaşı oldu. Hoppa. Bir ildir ki, artıq fəaliyyət göstərir bu qurum. Və bu qurumun artıq media layihəsi də var ki, tura baxış formasında qarşınızda oluruq. 8-ci aydır. Deyəsən 8-ci ayda artıq efirdəyik. Kifayət qədər maraq gətirmişik, düşünürəm, futbol ictimaiyyəti arasında, futbol həvəskarlar arasında. Sən demişlər, sözünə qüvvət. Fərqlilik var burada. Kommentatorlar altda yazanda verilişin altında ki, hə, bombadır, danışdı. Eyni zamanda bu IQ Sportsun idmançılarla da əməkdaşlığını vurğulamaq lazımdır ki, yəni müxtəlif idman növləri üzrə ölkəmizi tanıdan, dünya Avropa çempionatlarında bayrağımızı dalğalandıran, himnimizi səsləndirən idmançılarımızla, atletlərimizlə də əməkdaşlıqları təbii ki, göz oxşuyur və bundan sonra da bu formada davam eləyəcək. Xeyirlisi inşallah